xeyir olsun uşaqlar. İndi sizinlə 8-ci sinif fizika dərsliyinin ikinci hissəsinin 4.3 mövzusu olan səs dalğası mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsi keçid etməzdən əvvəl hər zamanki kimi şüarımız necə idi uşaqlar? Bəli, öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək həqiqətən də sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayalım dərsimizə. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxaq. Birinci sualda deyir ki, cavan və sağlam arı bal daşıyarkən dəqiqədə 19.800, sərbəst boş uçanda isə dəqiqədə 26.400 dəfə qanad çalır. A variantında soruşur ki, qanadların tezliyi nə qədərdir? Gəlin uşaqlar bir-bir bunları həll edək. Biz bilirik ki, buradan bir boş hissə açın və boş hissədə sərbəst şəkildə rahatlıqla yazmış olaq. Uşaqlar, deməli nə deyir bizə? Dəqiqədə deyirsə demək ki, zamanımız bərabərdir 1 dəqiqə, o da bərabərdir 60 saniyə. Yazdıq. Bal daşıyarkən 19.800. Demək ki, en yüklü halda say bal daşıyarkən deyir 19.800-ə bərabərdir. Amma sərbəst uçarkən, yəni yüksüz halda isə en boş götürək, bərabər olacaq. Nə qədər deyir? 24.600. Xeyr, 26.400. 26.400 dəfə qanad çalır. İndi başlayalım uşaqlar bunları bir-bir həll etməyə. Deyir ki, qanadların rəqs tezliyi nə qədərdir? Nu boş halda tapacağıq. Boş halda n bölünsün t'yə, yəni n boş haldakı rəqslərin sayı, qanadların sayı bərabər olacaq. N boş halda nə qədər idi? 26.400 bölünsün t zamanımızda 60. Bərabər olacaq. 26.400-ü 60-a böldüyüm zaman deməli, burada sıfırların biri gedəcək. 26-ın içində 6 4 dəfə, 24-ün içində 6 yenə də 4 dəfə 0. 440 Hz olacaq. Sonra indi bəs bal daşıyarkən yaratdığı o nü tezlik nə qədər olacaq? Nü, yəni yüklə birlikdə bərabər olacaq. N yük bölünsün t'yə bərabər olacaq. N yük halda qanadların sayı nə qədər imiş? 19.800 bölünsün t'yə. Yenə də sıfırları gedəcək. 19-un içində 6 3 dəfə, 18-in içində 3 dəfə 0. 330 Hz. İndi biz tapdıq ki, uşaqlar, deməli, boş halda bu tezliyimiz 440 Hz-ə bərabərdir. Dolu halda, yəni yük halında isə tezliyimiz 330 Hz-ə bərabərdir. İndi B variantına fikir verin. Bu A variantın həllidir. B variantına fikir verin. Deyir ki, bal daşıyan və sərbəst uçan arının qanadlarının havada yaratdığı səslər eşidiləcəkmi? Bir fikirləşək uşaqlar. Bəli, əlbəttə ki, eşidilir, amma bunu sübut edək. Həqiqətənmi eşidilir və niyə görə eşidilir? Biz bilirik ki, bizim qulağımızın eşitmə aralığı nə qədərdir? 16 və 20 min Hz aralığındadır. Və bizim burada tapdıq ki, 440 və 330. 440 və 330 hər ikisi bu aralıqda yerləşdiyinə görə əlbəttə ki, bu arının qanad çırpıntıları da eşidilmiş olacaq. Yəni sübut eləmiş oluruq. 440 və 330 hər ikisi 16 və 20 min Hz-in arasında yerləşdiyinə görə əlbəttə ki, səs eşidilmiş olar. Belə uşaqlar, indi davam edəyin, keçəyin öyrəndiklərinizi yoxlayın hissəsinə. Burada deyir ki, birinci sualda kütləvi informasiya vasitələrindən tez-tez belə məlumatlar eşidirik. Günəşdə növbəti dəfə güclü partlayış baş vermişdir. Bunun nəticəsində yer səthində maqnit qasırğası gözlənilir. Biz günəşdə, ümumiyyətlə kosmosda baş verən partlayışların səsini niyə eşitmirik? Səbəb. Ümumiyyətlə, baxın, maraqlı sualdır. Deyir, bir halda ki, günəşdə partlayış baş verir. Yaxşı, bu partlayış baş verirsə, biz bunun səsini niyə eşitmirik? Ümumiyyətlə, biz bilirik ki, yer səthi və günəş arasında
mühit hissəcikləri yoxdur. Yəni mühit hissəcikləri olmadığına görə, vakuum şəraiti olduğuna görə, əlbəttə ki, səs zərrəciklərini ötürən heç bir hissəcik yoxdur və bu baxımdan da biz ə, həmin partlayışların səsini eşitmirik. Belə sübut edək. Bax, bu olsun yer kürəsi, bir də olsun burada günəş. İndi səbəb olaraq da deyə bilərsiniz ki, yerlə günəşin arasında məsafə çox böyükdür və çox böyük olduğuna görə əlbəttə ki, biz oradakı səsi eşitməliyik. Xeyr, təkcə məsələ bundan ibarət deyil. Səbəb ondan ibarətdir ki, yerin səthini əhatə edən təkcə nə var? Atmosfer var. Atmosferi də burada qeyd edək. Bu atmosferin daxilində, yəni aşağı hissəsində yerləşir təkcə hava zərrəcikləri. Amma atmosferdən yuxarıda isə günəş və bu atmosfer aralığında isə göstərim onu. Günəş və bu atmosfer aralığında isə heç bir zərrəcik yoxdur. Və heç bir zərrəcik olmadığına görə burada əlbəttə ki, günəşdə baş verən partlayışın həmin səsi ötürə biləcək bir zərrəcik yoxdur və o dalğa əlbəttə ki, yer kürəsinə gəlib çata bilməyəcək. Yəni səsi gəlib çata bilməyəcək. Və bu baxımdan da biz günəşdə baş verən partlayışı eşitmirik. Səbəb nədir? Əlbəttə ki, vakuum şəraiti və aralarında heç bir hava zərrəciyin olmaması. Və indi sizə uşaqlar bir maraq üçün sual vermək istəyirəm. Bunu düşünərsiniz və cavablarınız mənim üçün maraqlıdır. Yaxşı, sualım bundan ibarətdir. Günəş əlbəttə ki, nə edir? Ətrafını işıqlandırır, ətrafını işıq saçır və həmin işıq yer kürəsinə düşdükdə yer kürəsini də işıqlandırır. Düzdürmü? İndi mənim sizə sualım bundan ibarətdir. Bir halda ki, günəş ətrafa işıq saçır, bəs niyə kosmos qaranlıqdır? Axı günəş işıq saçır. Buna baxmayaraq, niyə kosmos qaranlıqdır? Hı? Yəni, həqiqətən də maraqlıdır. Günəş işıq saçır. Bu aralıqdakı sahə, göstərim bir daha. Bu aralıqdakı sahə qaranlıqdır, amma yer kürəsi işıqlıdır. Nə olur ki, kosmos qaranlıq olur, amma yer kürəsi işıqlı? İşıq hara gedir? Bu sual haqqında düşünərsiniz. Həqiqətən sizin cavablarınız mənə maraqlıdır. Eyni zamanda bu sualı araşdırırsanız, özünüz də bir sıra maraqlı məlumatları kəşf etmiş olacaqsınız. Yaxşı, keçək indi uşaqlar ikinci suala. İkinci sualda isə belədir. Şimşək çaxması göy gürültüsü ilə müşahidə olunur. Lakin niyə biz əvvəlcə şimşəyi görürük? Bir neçə saniyədən sonra göy gürültüsü eşidirik. Baxın, bu da maraqlı sualdır. Çəkmək istəyirəm, çəkərək izah etmək daha məntiqli gəlir. Deməli, şimşək necə əmələ gəlir? Ümumiyyətlə, göy gürültüsü necə əmələ gəlir? Buludların toqquşması nəticəsində. Buludlar bir-biri ilə toqquşur, bir-birinə sürtünür, iç-içə keçir və bunun nəticəsində əlbəttə ki, göy gürültüsü və ildırım yaranır. İndi bizdən əlbəttə ki, bu göy gürültüsü və ildırım uşaqlar eyni vaxtda yaranır da. Çünki bu buludlar bir-birilə sürtüldüyü zaman göy gürültüsü yaranır, eyni zamanda ildırım da yaranır. Amma deyir ki, niyə görə burada dayanan müşahidəçi birinci ildırımı görür, daha sonra göy gürültüsünün səsini eşidir? Səbəb nədir? Axı ikisi də eyni anda olur. Səbəb neydən ibarətdir? Səbəb ondan ibarətdir ki, ildırım işıq sürəti, yəni işıq sürəti bizim bildiyimiz ən böyük sürətlərdəndir. Və sürəti 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyəyə bərabərdir. Yeri gəlmişkən işıq sürəti C hərfi ilə işarə olunur. İstəsəz düzdür V ilə də işarə edə bilərsiniz, fərqi yoxdur, amma əsasən C hərfi ilə işarə olunur. Və işıq sürəti bizim bildiyimiz ən böyük sürət olduğuna görə, amma səsin havada yayılması niyə bərabərdir? V bərabərdir 340 metr bölünsün saniyə. Sizcə, həqiqətən də belə deyilmi? Aradakı məsafə eynidir. Bax, bulud buradadır, insan da burada. Aradakı məsafə eynidir, dəyişməyib. Dəyişən təkcə sürətdir. 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyə ilə hərəkət edən, yoxsa 340 metr bölünsün saniyə ilə hərəkət edən daha tez müşahidəyə çatmış olar. Əlbəttə ki, nəyin sürəti çoxdursa o, ildırım bu baxımdan biz birinci görürük, daha sonra isə göy gürültüsünün səsini eşitmiş oluruq. Yəni, səbəb bundan ibarətdir. İşığın sürəti daha çoxdur. İşığın sürəti çox olduğuna görə biz birinci ildırımı görürük, daha sonra göy gürültüsünün səsini eşidirik.
Bunu da belə izah etmiş olduq. İndi keçək uşaqlar. Üçüncü suala. Yeri gəlmişkən uşaqlar, bu kimi izahların, bu kimi mövzunun izahının gəlməyinin davam etməsini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və təkliflərinizi də şərh bölməsinə yazaraq mənimlə bölüşə bilərsiniz. Belə, üçüncü sualda deyir ki, tufan zamanı şimşək çaxdıqda 8 saniyə sonra göy gürültüsü eşidildi. Şimşək çaxması müşahidəçidən hansı məsafədə baş vermişdir? Yazalım uşaqlar. Deyir ki, 8 saniyədən sonra T bərabərdir 8 saniyə. Şimşək çaxması müşahidəçidən hansı məsafədə baş vermişdir? S bərabərdir sual işarəsinə. Və uşaqlar, şimşək çaxması deyirsə, biz onu 8 saniyədən sonra eşitmişik. Eşidiriksə, demək ki, havada sürəti götürəcək uşaqlar. V bərabərdir 340 metr bölünsün saniyə. Diqqət edin, bunu yazmamışdı sizin üçün. Amma siz bunu məsələnin şərtindən oxuyaraq anlaya bilərsiniz. 8 saniyə sonra göy gürültüsü eşidildi. Eşidildisə, demək ki, havada sürəti yazmış oldum və S tapmaq buradan artıq bizim üçün asan olur. V vurulsun T'yə. S bərabərdir 340 vurulsun 8-ə. Bunu da tapdığımız zaman edər 2720 metr. Deməli, üçüncü tapşırığı da həll etmiş olduq. Daha sonra keçək indi uşaqlar dördüncü tapşırığa. Dördüncü tapşırıqda deyir ki, havada əks-səda 16 saniyə sonra eşidildi. Əks-səda deyir bu dəfə. T bərabərdir 16 saniyə. Maneə səs maneədən hansı məsafədədir? S bərabərdir sual işarəsinə. Havada sürət isə V bərabərdir 340 metr bölünsün saniyə olduğunu bildirib. Əks-səda deyirsə, biz mövzu izahında öyrənmişdik ki, əks-səda zamanı gedilən yolu tapmaq üçün V vurulsun T bölünsün 2-dir. Uşaqlar, bu 2 buradan hardan əmələ gəlir? Tutaq ki, burada dağ deyək və burada hansısa bir insan dayanıb. Əks-səda nə zaman baş verir? Səs insan əgər qışqırırsa, gedir dəyir dağa və dağdan qayıdır insana. İnsana qayıtdığı və qulağına çatdığı müddətdə insan artıq eşidir. Fikir verin, burada nə qədər yol getdi? S və S, 2S qədər yol getmiş oldu. Bu baxımdan biz S-i tapdığımız zaman 2-yə bölürük. Şimdi tapağın, davam elətdirəyin. S bərabərdir, V-miz var, 340. Bölünsün T'miz də 16'dır. Bölünsün 2. İxtisar getdi 8. 340 vurulsun 8. Bunu bayaqlara vurmuşduq bir-birinə. 2720 metr olur. Belə uşaqlar, biz bu şəkildə sizinlə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxmış olduq. Yenə də hər hansısa bir sualınız yaranarsa, rəy bölməsində yazaraq fikirlərinizi və suallarınızı bizimlə bölüşə bilərsiniz. Sağ olun uşaqlar.